Binə Qəsəbə Mədəniyyət Mərkəzində aprel döyüşlərinin iştirakçısı və vətən qəhrəmanı şəhid Sənan Hüseynovun anadan olmasının 30 illiyi münasibəti ilə anım tədbiri keçirilib. Tədbir çərçivəsində şəhidin həyatı və döyüş yolu haqqında məlumat verilib. Rayon ictimaiyyəti, yerli idarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbir şəhid Sənan Hüseynovun vaxtı ilə təhsil aldığı 149 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı musiqili proqramla davam edib. Bugün Sənanın mövlud günüdür, 30 yaşı tamam olur. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Şəhid Sənan Hüseynov evin tək oğul evladı olubdur. Şuşa döyüşlərinin şəhididir. Təxir eləyirəm, o qəhrəmandır, hər zaman ucadadır, uca zirvədədir. Təxrimdir, təxir eləyirəm həmişə onunla. Sənan bir neçə rayonlar uğrunda mübarizə apardı, müharibədə iştirak elədi, qəhrəmanlıqla vuruşdu və nəhayət son gündə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşdu və şəhid oldu. Məqamı uca olsun şəhid balamızın. Biz ondan fəxr duyuruq, qürur duyuruq.